Hamza salam dostlar, mən Mahir. Bir gün sizə bir həddinin bir həddiyə vurulması, çox həddinin çox həddiyə vurulmasını çəkəcəm. Birinci başlayaq. Bir həddinin bir həddiyə vurulması. Bir həddin bir həddiyə vurulması, məsələn, gəlsin 2 x üstə gəlsin 1. Bağladıq. Bu nətər olur? Bərabərdir. Birinci bunu buna vururuq. 2x üstə gəlinsin. Bunu da buna vururuq. 2 daha 1 2. Bəli, 2x da bərabərdir 2. Cavabımız budur. Yəni, əsl cavab budur. Sonra keçək, yox, bir dənə də verim, 3 dənə də verim ondan sonra. Sonra bir dənə də verim, 3 böyük yazdım. 3 8x. Bu da bərabərdir. 3 dəfə bunu hər ikisini vururuq. 3 dəfə 8 24. Üstə gəlinsin 3x bu qədər. Yəni tam yenə cavab istəyirsə budur cavab. Cavabımız budur. Sonra bir dənəsini də verim, keçim çox həddiyə vurulması. Çox həddiyə vurulması isə belədir. Bir həddin bir həddiyəni bir dənə verim. 8 x üstə gəlinsin 2 bərabərdir. 8x üstə gəlinsin 2 dəfə 8 16. Yenə 8x bərabərdir 16. Bu da x da bərabərdir 2. Cavabımız 2. Ya da cavabımız 8x 16. Sonra keçək çox həddinin çox həddiyə vurulması. Bu nətər olur? Birinci çox həddinin çox həddiyə vurulması biraz qarışıq mövzudur. Amma yəni mən qısa yolla deyəcəm. Məsələn, neçə deyim bu səfər? Bu səfər 2 belə mötərizə falan yoxdur. Mötərizənin içində məsələn bir dəqiqə gözlədim. Balaca yazdım. Çox olacaq. 2p yox, ya da belə 3-dən verəcəm olsa p üstə gəlinsin a belə p üstə gəlinsin a. Məsələn a p kvadratı. Burada da a kvadratı olsun. Bu nətər olur? Bərabərdir. Deməli, birinci bunları vur. Bunu buna vursan. Bunu buna vursan eləyir p kubu. Eləmi? P kubu. Üstə gəlirsən. Sonra bunu da buna vursan. O da eləyir p a. Sonra keçir buna. A-nı p-yə vursan. Yəni üstə gəlinsin. Üstə gəlsin, burada yazın. A kvadratı p kvadratı. Üstə gəlinsin a. Bunu da buna vururuq təzədən. Bunu da buna vururuq a kubu. Yəni nətər olur o? Kubuların kvadratı da deyim sizə. Baxın 1, bu da 1. Yəni 1-lər yazılmadığı üçün görsəmir, amma bu da 1-dir. Bu da 1-dir. Bundan 3 eləyir, bundan da 3 eləyir. Bu qədər. Bir dənə misal verim. Bu səfər də rəqəmlə verim. Çünki rəqəmlə də daha çox testlərdə, sınaqlarda, imtahanlarda, OTK və s. yerlərdə rəqəmlə daha çox düşür. İndi mənim dediyim kimi gəlmir, amma yəni daha qarışıq mövzu gəlir. İndi o daha qarışıq mövzuyu da gəlin dəstə bəlkə dedim. Sonra bir dənə rəqəmdən kim? 2. 2a üstə gəlinsin 4b kvadratı. Ya da məsələn ancaq 4 olsun da bu səfər də. Ancaq kubu kvadratı olmasın. Bu belə. Yəni bu da buradan yazılır belə. Amma mənim yerim olmadığı üçün altdan yazıram. Eləyir 4b yox bu sonra 2a yox 2a da olmasın. Nəsə 4a üstə gəlsin 8b. Bu nətər olur? Kvadrat yazaq da bura. Kvadratı. Burada kvadrat yazaq. Nəsə belə bir dedim. Bərabərdir. Bu nətər olur? Birinci bunu birinci buna vururuq. 2a yox təslim. Bunu birinci buna vururuq, sonra buna vururuq, bunu da buna vururuq, sonra buna vururuq. Nətər? Başlayaq. Birinci yəni bunu buna vururuq. Eləyir 2a 8a kubu üstə gəlinsin. Bir nətər 8a kubu. Çünki 2-yi 4-ə vurduq. İndi 2-yi 8-ə vururuq. 16 a b. Bu
qədər. Sonra keçək neçəyə? Keçək 4-cünü yazmağa. 16 abi. Keçək 4-cünü yazmağa. 4-cü də belədir. Buna vuruq. Bu qədər basit. Prosto biraz qarışıq gəlir sizə bu. Amma elə deyil. 16 a kvadratı b üstü 4. Bu qədər. Üstə gəlsin. 16 niyə? Çünki 4 4-ə vururuq 16. 4-ün kvadratı 16 edir. Nəysə. 4-ü 8-ə vururuq 32. B üstü neçə eləyir? 4-ü 6. Bu arada dostlar bunu da deyim ki, onu da sonra can dəsə deyim. Çünki bunlar biraz qarışıq gələcək sizə. Tam dərsdən əlaqəsiz olduğu üçün. Dərslər əlaqəsi olduğu üçün qarışıq gələcək. Bu qədər dostlar. Çox həddən çox həddiyə vurulması, çox həddən çox həddiyə vurulması, bir həddən bir həddiyə vurulması. Dərsimiz bu qədər. Çox sağ olun.